Neçə gündür ölkə mediasında özünü Yahudi əsilli beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən və David Silverstov adı ilə tanınan şəxslə bağlı yazılar, xəbərlər dərc olunur. Əsl adının Kazım Abbasov olduğu deyilən bu şəxsin xeyli insanı aldatdığına dair iddialar var. Global Info bildirir ki, müxtəlif adlar altında iş adamlarından, hüquq müdafiəçilərindən, zəngin qadınlardan müəyyən məbləğlərdə pullar alıb mənimsəyib. Onun qurbanları arasında bir qadın deputatın da adı hallanır. David Silverstovun işə düzəltmək yaxud biznes qurmaq adı ilə xeyli adama pul borcu olduğu deyilir. Gəzən iddialara görə pulunu geri istəyən bir neçə şəxs Silverstov tərəfindən hədələnib, üstəlik onlara rədd cavabı verilib. Saytımıza daxil olan məlumata görə Kazım Abbasov Bakıda bir nəfərdən 100 min pul alıb. Həmin vəsaitlə iş qurmaq, yaxud işə düzəltməklə bağlı qarşı tərəfə söz verib. Lakin ortada nəticə olmayıb. David Silverstovun professor Qəzənfər Paşayevin kürəkəni olduğu deyilir. Bildirilir ki, o Qəzənfər Paşayevin qızı, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayevanın həyat yoldaşıdır. İddialara görə Kazım Abbasov Təranə Paşayevanın 500 min manat vəsaitini mənimsəyib. İndi hər kəsi maraqlandıran bir neçə sual var. Kazım Abbasov necə David Silverstova çevrilib? Mediada çıxan məlumatlara görə Kazım Abbasov 2011-ci ildə Nəsimi rayon polis idarəsi tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə o 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hazırda onun Gürcüstanda olduğu deyilir. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.